Möhtərəm qardaşlar, namazda bəli, imam ola bilir ki, xəta edir və bir çoxlarımızın da yanaşması fərqli olur. Və bu çox görürsən ki, məscidlərdə təlaş yaradır. Bəzən imam xəta edir, məscidin o başından, sağından, solundan görürsən insanlar səslərini qaldırırlar və beləliklə məsciddə xoşa gəlməz bir mənzərə yaranır. Əgər sünnəni bilsək, bu baş verməz. Yaxşı olar ki, gözəl olar ki, Quran-ı Kərim yaxşı bilən insan imamın arxasında durmalıdır. Yəni, sünnə budur ki, necə ki, sahabələr buna riayət edərdilər ki, yaxşı bilən insan imamın arxasında durur. Hətta ola bilər ki, imamın başına bir hadisə gəlsin, ola bilər ki, dəstəmazı pozulsun və arxasında duran insan həmən keçib onu əvəzləməlidir və cəmaatın namazı davam etməlidir. Ona görə də ilk öncə bundan başlayaq ki, imamın arxasında duran insanlar, xüsusən də tam arxasında duran insan Quran-ı Kərimi bilən və elmli bir insan olmalıdır. Namazın əhkamlarını bilən, Quranı bilən olmalıdır ki, imamı əvəz edə bilsin və eyni zamanda imam səhv edərkən, xəta edərkən onu bərpa edə bilsin, onun səhvinə düzəliş verə bilsin. O baxımdan yaxşı olar ki, imamın ta arxasında duran insanlar onun səhvini, xətasını düzəltsinlər gözəl şəkildə və beləliklə əfzəl olan da odur. Bəli.